Salam əziz əkizlər. 2025-ci ilin əkizlər bürcünə baxıram iyun ayının. İyun ayının əkizlər bürcü ümumi baxanda yaxınlarından, sevdiklərindən çox dərbə aldı, zərbə aldı. Qeyd edim ki, əkizlər bürcü dürüstlüyü ilə, doğruluğu ilə həmişə seçilən, sevilən adamlar olublar. Amma yaxınları tərəfindən gördükləri ziyanı, zərəri heç kimdən görməyiblər. Bunun üçün də əkizlər 2025-ci ilin iyul ayından inşallah başlayar talih üzlərinə gülməyə, sevdikləri tərəfindən sevinəcəklər. Sağlıqları barəsində həkimə getsələr yaxşıdır. Nəsə böyrək problemi mi, nəsə halatda bir ağrıları var və bunun müalicəsini alsalar hər şey çox yaxşı olacaq. Əsas sağlığınızdır. Qeyd edim ki, insanlar hər nə olur olsun sağlam olmalıdır ki, bütün problemlərin ötəsindən gəlsinlər. Əkizlər bürcü. Qeyd edim ki, sizə möhtac olan çox insanlar var. Onun üçün də güclü olmağa və sağlığınıza diqqət etməyə önəm göstərin. Təşəkkürlər.